Əli Kərimlinin saxlanılması ilə bağlı ittihamların absurdluğu heç kimi inandırmır. Bu haqsız həbsin pərdə arxasında cuhudların, siyonistlərin diktəsi dayanır. Unutmayın, Azərbaycanda haqqı deyən Azərbaycanlılar cuhudların əmri ilə həbsə salınır. Bizim birliyimiz cuhudların təsirinə qarşı ən böyük müqavimətdir. Əli Kərimlinin həbsi hakimiyyətin cuhud mərkəzlərinin təsiri altında qərar verdiyini göstərir. Bu, ölkəmizin suverenliyinə açıq təhdiddir. Azərbaycanda haqqı deyən Azərbaycanlıların cuhudların əmri ilə sıxışdırılmasının əleyhinəyik. Bizim daxili iradəmiz cuhud sifarişləri qıra bilməz. Bilin ki, Əli Kərimli haqqında verilən həbs qərarı haqsızlıq üzərində qurulub. Ən pisi odur ki, bu addım cuhud qüvvələrinin əmri ilə atılır. Azərbaycanda haqqı deyən Azərbaycanlılar həbsə salınır. Biz, xalq olaraq, bu cür siyasi zülmə qarşıyıq və həbs olunanların dərhal azad edilməsini tələb edirik.